anan ailə qurdu. Sonra anam başqa bir kişi ilə ailə qurdu. Bir müddət mən uşaq evində qala-qala aparıb götürürdülər evə falan. Amma yəni sanki məcbur da elə aparmalıdılar iş kimi. Buna bir iş kimi baxırdılar. Ondan da bir dənə uşağı oldu, qızı. Sonra isə həmin oğlanın dayısı oğlu ilə məni nişanladı. Anan. Anam. 15 yaşım vardı. Belə qandan gəlib, özümüz küdü, nişanla. Nəysə məni nişanladılar. Sonra özləri bunları ikisini bir yerdə öpüşən yerdə gördüm. Kimdən kimi? Mənim nişanlandığı oğlanla anam. Nə danışırsan? Birbaşa kameraya danışıram əlbəttə ki. Anan yaşayır, həyatdadır. Hal-hazırda ki sevlidir. 3 dənə uşaqları var. Yəni 3 dənə, 4 dənə. Sənin keçmiş nişanlınla anan nişanlanıbdır və ailə qurub. Sən nə danışırsan? Yəni bu həyatın Anavın neçə yaşı var idi o zaman? onların arasında 10 il fərq var. Ya anan 10 il böyük olub oğlanla. Hə, oğlandan 10 il böyüdür, bəli. Necə xəbər tutdun ki, ananla sənin keçmiş nişanlın bir-birinə aşiq olublar? Bunca xəbər tutdun. Onu xəbər tutmayı, onu yavaş-yavaş hiss elədim. Mən onda məktəbdə oxuyurdum. Bu başladı mənim bundan, onda da mənim atalığım rəhmətə getdi maşınla. Bunlar başladılar bir-birlərinə, bu özü üçün sanki hazırlayır, mənim üçün hazırlayır oğlanı. Oraya işə düzəldir, bunu belə edir, burasını belə düzəldir, burasını belə. Yavaş-yavaş bunlar, mən də onda hazırlığa falan gedib gəldim. Axırıncı ildən bunu xahiş etdim ki, gəl məni uşaq evindən çıxart. Qalmaq istəmirəm, belə elə. O da gəldi məni məcbur çıxardarmış kimi çıxartdı. Və o çıxardandan sonra mənim daha ömrümün günü idi. Necə başladım, getdim Avrorada işlədim, 1 il, merchandiser. İşləyib gətirib o Leona verirdim ki, bir dənə Anana. sakit dursunlar da, hə. Anan sağdır da, neçə yaş olar? İndi onlar, nə bilim, 46 zad olar. Sabah anan şikayət eləsə, səndən desə ki, mənim üstümə şər atır. Yox, şər atır yox. Gəl belə deyim də, necə şər atır? Elə şey yoxdur. Əgər onların harda olduğunu bilmək istəyirsinizsə daha yaxından YouTube-unuzu verin mənə.